Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda yüksək vəzifəli məmurun ailəsinə ağır faciə üz verib. Sferas xəbər verir ki, Yeni Sabahın əldə etdiyi xəbərə görə qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Maliyyə şöbəsinin müdir müavini Yeganə Quliyevanın oğlu Rəşad Quliyev qəfildən vəfat edib. 35 yaşlı Rəşad Quliyev insult keçirib. Tibbi müdaxiləyə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O ailəli idi. Yeganə Quliyeva son bir neçə ildə ikinci övladını itirib. Onun digər oğlu da gənc yaşında vəfat edib. Məmurun həmin övladının da ölümünə yüksək təzyiq nəticəsində beyinə qan sızması səbəb olub.